Salam əziz həmvətənlər. Bugün bildiyiniz kimi qardaş Türkiyəmizin hərbi yük təyyarəsi Azərbaycan və Gürcüstan sərhədində qəzaya uğrayıb. İlkin məlumatlara görə şəhid olan əskərlərimiz var, zabitlərimiz var. Həm öz adımdan, həm təmsil edeyim AK Partiya adından Türkiyə Cumhuriyyətinə, onun rəhbərliyinə, eyni zamanda bütün Türkiyə xalqına baş sağlığı verirəm. Şəhidlərimizin məkanı cənnət olsun, başımız sağ olsun. Mövzuya giriş etmişkən, bildiyiniz kimi biz bu yaxınlarda, yəni 2-3 gün bundan öncə 8 noyabrda Zəfər bayramımızı qeyd elədik. Hər birimiz bir daha qürurlandıq, möhtəşəm parad keçirtdik və dövlətimizin gücünü dosta və düşmənə bir daha nümayiş etdirdik. Eyni zamanda da Zəfər bayramı günü xalqımız, millətimiz şəhidlərimizin məzarlarını ziyarət elədik, ailələrinə başsağlığı verdik. Tək Bakıda yox, bütün regionlarda və bir daha şəhidlərimizi, qazilərimizi, veteranlarımızı xatırladıq, onları hörmətlə yad elədik. Mən nə barədə qısa danışmaq istəyirəm? Düzdür, mən istəməzdim bu mövzular barədə çox danışaq. Niyə? Çünki bu mövzular, bu problemlər olmamalıdır ki, biz danışmayaq bu məsələləri. Mən özüm bayram günü bu mövzuda çıxış eləmədim ki, bayramdan bir gün keçsin, bu məsələləri müzakirə eləyək, danışaq və aidiyyatı qurumlar bəlkə bizim səsimizi eşitsinlər. Mən Zəfər bayramı günü Şəhidlər Xiyabanı, 2-ci Fəxri Xiyabanı ziyarət edərkən, ondan sonra da, ondan əvvəl də şəhid ailələrindən, qazilərlə ünsiyyətdə oldum və oluram mütəmadi olaraq və hələ də təəssüf ki, bir çox məsələlər var ki, öz həllini tapmayıblar. Hansı ki, bunların həlli böyük maliyyə xərci tələb eləmir, bunların həlli üçün xüsusi əziyyət, zəhmət çəkmək tələb olunmur. Adi kağızlar imzalanır, adi məmurların diqqəti kifayət edir ki, bu məsələlər öz həllini tapsın. Amma bu məsələlər şəhid ailələrini, şəhidlərimizi, qazilərimizi, veteranlarımızı çox incidir. Burada əsas məsələ nədir? Şəhidlərimizin adlarının əbədiləşdirilməsi problemi hələ də qalır, təəssüflə qeyd eləməliyik. Yəni, ən azı 3 şəhid ailəsindən ikisi bu məsələdən narazıdır. Bir çox hallarda şəhid adlarının əbədiləşdirilməsi üçün orden məsələsi şərt kimi irəli sürülür ki, və sizin evladınız ordeni yoxdur deyə biz onun adını əbədiləşdirə bilmərik. Adının əbədiləşdirilməsi nə deməkdir? Heç kim tələb eləmir ki, mənim evladıma gətirin Aynə Sultanovanın heykəlinin yerində heykəl qoyun. Hansı ki, siz də biz də bilirik ki, Aynə Sultanova bu vətənə, bu millətə xəyanət eləmiş insanlardan biridir. Amma şəhərin mərkəzində hələ də onun heykəli var. Eyni ilə də bir siyasi xadim kimi Nərman Nərmanovun mövqeyi Xalq Cumhuriyyətinə xəyanət mövqeyi olub. Amma bugün Bakıda ən böyük abidələrdən biri məhz Nərman Nərmanovun abidəsidir. Və yaxud da bir çox adlar var, küçə adları var, meydan adları, məktəb adları var ki, bunlar hələ də Sovet dönəmində o Sovet quruluşuna xidmət etmiş, öz xalqına, vətəninə, millətinə xəyanət etmiş insanların adınla bağlıdır. Yəni, biz axı bu adları öz tariximizdən silib, daha şərəfli, daha şanlı müharibəmizin şəhidlərinin adlarını niyə verməkdə bu qədər çətinlik çəkir? Bir şəhidin, bir ailənin bir evladı varsa və onu şəhid veribsə, o evladın adını onun oxuduğu kənd məktəbinə verilməsində problem nədir axı? Onun bağçaya getdiyi bağçanın, baxın, bağça, uşaqlar üçün olan bağçanın bir şəhidin adına verilməsində problem nədir axı? O şəhidin yaşadığı balaca bir küçənin onun adına verilməsində problem nədir axı? O şəhidə hər hansı bir əlavə orden və medalların təltif edilməsi nədir axı? Bunlar heç bir o şəhidləri geri qaytarmayacaq. Heç bir o anaların qəlbindəki o kədəri, qəmi, qüssəni, o ailələrdəki çatışmazlığı yerin doldurmayacaq. Amma heç olmasa bir təsəlli olacaq. Heç olmasa dövlətin, dövlətimizin, millətimizin o ailələrə, o insanlara, o qurbanı verən insanlara bir qayğısının bir nümunəsi olacaq, göstəricisi olacaq. Yəni, burada söhbət heç də milyonlarda mindən getmir. Milli qəhrəman adları, bəziləri məmurlar, belə deyək, dırnaqarası məmurlar, başıboş məmurlar bəzi şəhid ailələrinin qəlbini qırırlar. Deyirlər ki, siz pula görə istəyirsiniz ki, evladınıza ad verilsin. Birinci pula görə istəmir heç kim. O pul sizə qismət olsun. Yəni, o evladı, o söhbəti, o şəhid ailəsinə deyən məmurun balası şəhid olsun və o pul ona nəsib olsun, əgər belə yaxşıdırsa.
Amma bu söhbət addan gedir. Əgər pula görədirsə, deyin, yaxşı pul vermirik, amma o adları verin onlara. Nə bilim, milli qəhrəman, igidliyə görə, qəhrəmanlığa görə, indi müxtəlif orden və medallar var. Bunların verilməsi bir dəmir parçasının bu şəhid ailələrinə təqdim olmasına problem nədir? Ümumiyyətlə, şəhidlik statusu haqqında qanunvericilikdə kifayət qədər boşluqlar var. Bir şəhidin əgər anası, atası və həyat yoldaşı yoxdursa, onun bacısı, qardaşı, heç kim şəhid ailəsi statusu qazana bilmir. Yəni, ona düşəcək, dövlətin ona verdiyi imtiyazdan heç kim yararlana bilmir. Məsəl üçün, bir şəhidimiz var, anası, atası dünyasını dəyişib, bacıları, qardaşları var. O şəhidə ev düşür, amma deyirlər ki, bacı, qardaş şəhid ailəsi deyil və verilmir. Niyə? Axı, o şəhid də canından keçib. Axı, onun haqqıdır, qanunun haqqıdır. İndi bunun atası, anası dünyasını dəyişibsə, özü ailəli olmayıbsa və yaxud da evladları yoxdursa, bu nədir? Bu miras, varislik anlayışı olmalıdır şəhidlik statusunda da. Eyni ilə də ən böyük problemlərdən biri də nədir? Mən ikinci Fəxri Xiyabanı ziyarət edərkən daim bu məsələ var idi. Xatırlayırsınız, ikinci Fəxri Xiyabanda birinci Qarabağ şəhidləri ilə ikinci Qarabağ şəhidləri ayrı yerlərdə dəfn olunublar və əvvəllər o arada bir hasar var idi. Və bu hasar bütün şəhid ailələrinin, yəni birinci Qarabağ müharibəsində şəhid olmuş şəhid ailələrinin ürəyində bir dağ kimi çəkilmişdi. Şükürlər olsun ki, o hasar aradan qaldırıldı. Artıq hər ki, ikinci Fəxri Xiyabanda olan hər ki, şəhidlərimizin məzarları belə deyək, birləşdi. Amma təəssüflə qeyd eləməliyik ki, birinci Qarabağ müharibəsində şəhid olan bizim şəhidlərimizin məzarları hələ də belə deyək, qayğısızdır, diqqətdən kənardır. Yəni, əsas, yəni ikinci Qarabağ müharibəsinin şəhidləri üçün təmir, bərpa işləri orada aparılmayıb. Söhbət orada, vallahi, söhbət orada mərmər, ağ mərmər, qara mərmərdən, səliqəlilikdən getmir. Yəni, zaten şəhidlərimizin qiymətini torpağın altında Allah verib onların yüksək cənnətinə qaldıracaq. Amma bizim onlara diqqətimizdə, o şəhid ailələrinin dövlətin onlara qayğısını görmək istəyir. Yəni, məsələ ondadır. Bu mərməri, bu daşı, bu orada yenilənməsi, abadlıq işləri neçəyə başa gəlir ki? Niyə biz axı bu qələbəyə yol açan birinci Qarabağ şəhidlərini niyə ayrı seçkili eləməliyik? Mən bilirəm ki, bir çox vətənpərvər insanların qəlbində istər məmur olsun, istər müxalifət, istər bir tərəf fərq eləmir. Bu ayrı seçkilik yoxdur, amma bəziləri anlamayanların qəlbində var. Biz bu məsələləri niyə səsləndiririk? Ola bilsin ki, bir çoxları bu problemlərin olduğunu gizlədirlər. Belə bir problemlərin varlığını gizlədirlər. Amma belə olmalı deyil. Var bu problemlər. Şəhid ailələri qayğı gözləyirlər. Baxın, adi bir şey, biz partiya adına bir çələng düzəltmişdik və aparıb o Fəxri Xiyabanda abidənin önünə qoymaq istəyirdi. Şəhid ailəsindən biri dedi ki, ora qoymayın, aşağı qoyun. Çünki oraya heç kim getmir. Qoy aşağıda olsun ki, hamı görsün ki, şəhidlərimizi ziyarət edənlər var. Məmurlar, icra başçıları, millət vəkilləri niyə gedib ziyarət eləmirlər? Niyə gedib o şəhid ailə? Heç olmasa zəfər günü, heç olmasa 27 sentyabrda, anım günündə o ailələri ziyarət eləmək, bir telefon zəngi eləmək, bir baş çəkmək, məzarlarına bir gül qoymaq. Bir çox hallarda baxırsan ki, dövlətin iri-iri qurumlarından gəlirlər və ən ucuz gül qələmfil, yəni qızıl gül almaq o qədər mi bahadır? Yəni biz partiya olaraq büdcədən belə maliyyələşmirik, amma öz məhdud imkanlarımızla çalışırıq ki, diqqətimizi, qayğımızı göstərək. Bu xırda şeylər ola bilər məmurlar üçün, amma şəhid ailələri üçün xırda şey deyil. Eyni ilə də bizim əlillərimiz, qazilərimiz üçün hələ də onlar bəziləri əlillik almaq üçün, bəziləri haqlarını, hüquqlarını bərpa eləmək üçün, bəziləri sağlamlıqlarını bərpa eləmək üçün hələ də mübarizə aparırlar. Axı, bunlar mübarizələrini 10 noyabrda bitirmiş sayılırlar. Bunlar bitirdi axı mübarizələrini. Uzaqbaşı 2023-cü ildə antiterror əməliyyatından sonra o qazilərimizin, o veteranlarımızın müharibəsi bitməli idi. Artıq biz onlara o qayğını göstərməli idik. Və bu məsələləri həll eləmədikcə bunlar uzanacaq. Hələ də veteranlığını ala bilən, iştirakçılığını ala bilməyən bizim təəssüflə qeyd eləyək ki, vətən müharibəsi iştirakçılarımız var. Və yaxud ad gözləyən ailələr, istər zabitlər olsun, istər adi əskərlər olsun, onlara da bu orden və medalların verilməsində simizlik eləmək lazım deyil. Aidiyyatı qurumlar təqdimatlarını versinlər. Bu kifayət qədər narazılıq yaradır.
Və mən istəməzdim ki, bizi birləşdirən dəyərlər, Qarabağ, zəfər dəyərlərində belə ayrı-seçkilik olsun. Bir çox məsələlərdə fikir ayrılığımız ola bilər. Amma bu bizi birləşdirən dəyərdir. Qarabağ üzərində rəqabət aparılası iqtidar müxalifət savaşı deyil, olmamalıdır predmeti, olmayacaqdır. Amma bu məsələləri deməsək, bu məsələlər uzanacaq. Çox mövzunu uzadıb başınızı ağrıtmaq istəmirəm. Güman edirəm ki, aidiyyatı qurumlar bizim bu müraciətimizə diqqətlə yanaşacaqlar və bu sahədə olan boşluqları doldurmağa çalışacaqlar və nəhayət ki, biz ən azı şəhid ailələrinə, qazilərimizə, veteranlarımıza olan borcumuzu ödəmiş olacağıq. Təşəkkür edirəm, sağ olun.